mən yenə deyirəm, bizim Nur Ocaq Ədəbi Məclisinin mərkəzi qərb bölgəsində yerləşən şairlərin mərkəzi tək Gəncə deyil. Goranboydan da yenə Yusif müəllim, mənim körpəlikdən bir şair kimi həsəd apardığım bir insan Yusif müəllim. Mən onda uşaq olarkən Yusif müəllim cavan oğlan idi, qəşəng şair idi. Hamı barmaqla göstərirdi onu. Yusif müəllim, bəlkə sözünü deyəsiniz. Çox şadam. Bugün Yusif müəllim buradadır və bir nəfər Goranboy rayon Əli Nəzmi, ədəbi yaradıcılığın birliyi, Ələsgər müəllim burada olmalıydı. Amma əşkar olsun ki, mənə dəfələrlə dedi ki, müəlliməm, mən dura bilmirəm, amma ürəyim sizləndir. Ələsgər müəllim, siz buradasınız, biz sizi burada hesab edirik. İnşallah, tezliklə sağalın, gəlin. Bu stolun biri də açılacaq sizdən ötürün. İnşallah. Buyurun Yusuf müəllim. Sağ olun, Ələsgər mənim adını çəkdiniz. Onun da böyük xidmətləri var Goranboyumuzda. Əli Nəzmə də biri haradasa 40 il, 50 il. Bəli, 50 var. Biz əvvəldən şair olsaq da onun yanında rəndələmişik. Orada ürgəmişik, nə ürgəmişik, Qərib müəllim. Mən də Nur Ocaq Ədəbi Məclisinin adından Ələsgər müəllimə də ikisi lazımdır elədik. Xoş görmüşük Nur Ocaq Ədəbi Məclisinin üzvləri. Siyana xanım sonra da deməsin ki, niyə Nur Ocaq Ədəbi anladınız? O mənada dönüb dedi. Sonra biz şehirinin işıqına yeridiyimiz Şəfək xanımın bugünkü gün Şəfək xanımın günüdür. Hardan desək, nədən desək gəlib o yollara çıxar. Bir də elə tanışdığımıza görə xoş oldu. Birbirimizi bir abi tanıyırdıq. Tanıyırdıq. İcazə versəniz, o vaxtki Yusuf yoxdur da. Yaddaşımla gedib... Yox, Yusuf mənim, həqiqətən gözəl şeylər. Üzündən bir şeir oxuyardım. Buyurun. Ana haqqında, nə bilim, müxtəlif vaxtlarda müxtəlif şeir yazmışam. Özümü yoxladım, bir dənə də oxşatdım dedim. Yer yoxdur. Ana yaman yorulmuşam. Baş qoymağa dizim yoxdur. Ağlamağa utanıram, sevinməyə üzüm yoxdur. Sənsiz illər kəsir məni, gecə gündüz pusur məni, aparırlar əsir məni, can üzülüb, dözüm yoxdur. Elə hey huşa gedirəm, biyara daşa gedirəm, payızdan qışa gedirəm, yayım ölüb, yazım yoxdur. Yandır ağıl çırağımı, tap yolumu, yolağımı, yollar yorub ayağımı, dağım, çölüm, düzüm yoxdur. Namazoğlu uralandım, qıyya çəkdim, havalandım, bir yetim sözə calandım, dil deyirəm, sazım yoxdur. Həqiqətən də həmin Yusuf müəllimsiniz. Sağ ol. Gözəl. Aman ya.